Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən Ləman Qarazadə. Bugün sizlə magistr qəbul imtahanına düşə biləcək növbəti bir qrammatika mövzumuzun izahına baxırıq. Dərsimiz negativ sentencedə inkar cümlələr. Bilirik ki, son 2 ildə, 2 ilin qəbullarında negativ sentencedən bir sual düşüb hər imtahanda. Və buna görə də bu mövzuda diqqətli olmaq lazımdır. Bu ilki imtahanda da ola bilər növbəti bir sualımız elə negativ sentenslə bağlı olsun. Gəlin əvvəlcə baxaq görək inkar cümlələri necə düzəlir, hansı ədatlarla, əvəzliklərlə, inkar sözlərlə yaranır və qaydalarımız nədir? Birinci əsas qaydamız hamının bildiyi o məşhur cümlə, bir cümlədə iki inkar işlənməz qaydasıdır ki, negativ sentensin əsas qızıl qaydalarından hesab olunur. Yəni, bir cümlədə iki inkar gördünüzsə, bilirsiniz ki, bu cümlə artıq səhvdir. Bəs inkarı düzəldən şəkilçilərimiz, əvəzliklərimiz, ədatlarımız hansıdır? Gəlin onları öyrənək. Deməli, əvvəlcə başlayırıq inkar əvəzlikləri yazmağa. İnkar əvəzliklərimiz no və no-nun törəmələri. Yəni, nobody, no one, nothing və nowhere var, amma hansı ki çox istifadə olunmur. Sadəcə adlarını bilmək kifayətdir. Daha sonra none əvəzliyi var və neither əvəzliyimiz var ki, bunlar cümlədə inkarlıq yaradan əsas əvəzliklərimizdir. Bundan əlavə olaraq inkar sözü ilə düzəlməyib, amma yenə də inkarlıq bildirən bəzi sözlərimiz var. Hardly, daha sonra no longer, not inkar hissəciyinin ədatının özü, daha sonra no way, onsuz da burada no olduğu hissədə artıq biləcəksiniz, bunlar o qədər də çətin deyil bunları tapmaq. No way, no longer, no way və salam. No ilə başlayan bütün sözlər və qısaldılmışlar, qısaltma, hansı ki qısaltmalar. Bura bir də əlavə edə bilərik. Never, inkar zaman zərfini və salam. Bu sözləri cümlədə görərkən artıq bilirsiniz ki, həmin cümlələr inkardadır. Yəni, burada bunların ikisi bir cümlədə işlənə bilməz. Bununla diqqətli oluruq. Bir cümlədə iki inkar işlənməsin deyə. Qalanları isə bunlardan törəyən bağlayıcılardır. Məsələn, hansı bağlayıcılarımız var? Gəlin o bağlayıcılara baxaq. Neither nor bağlayıcısı var. Birdən no or bağlayıcısı. Neither nor və deməli, no or bağlayıcısı. Bu bağlayıcılardan əsas bir qaydanı bilmək vacibdir ki, bu bağlayıcılardan sonra da arasında da isim gəlir bu boşluq hissələrdə. Və bu isimlər necə işlənməlidir? Əgər neither nordan sonra gələn isimlər sayıla biləndirsə, bu zaman ən artiklı mütləq işlənməlidir. Əgər no oradan sonra sayılan, sayılmayan fərqi yoxdur, yəni nə cür isim gəlir gəlsin, orada artikl varsa bu yanlışdır. Deməli, ən artiklı ancaq neither nordan işlənir, amma no or bağlayıcısı ilə heç vaxt artikl işlənə bilməz. Testlərdə demək olar ki, bütün testlər bununla əlaqəlidir dimin toplusunda. İmtahanda da hətta bu sual düşmüşdü elə bu şəkildə. Neither nor bağlayıcısı ilə no orun bir fərqi odur ki, biri artiklla işlənə bilir, digəri isə işlənə bilmir. Bu qaydanı yadda saxlasanız, bütün testləri rahatlıqla həll edə biləcəksiniz. Onsuz da inkar cümlədən düşə biləcək sual maksimum budur və yaxud da bir cümlədə iki inkarın işlənməsidir ki, bunu artıq bilirik. Vəssalam. Bir də əlavə bir qayda deyə bilərəm ki, neither norla bağlı, neither nor, no or fərqi yoxdur. Bu bağlayıcıların özündən sonra gələn, burada gələn ikinci isim tək olsa xəbər tək olur, cəm olsa xəbər cəm olur. Yəni, həmişə ikinci isimlə uzlaşır. Bunu yadda saxlayaq. İndi gəlin bu dediklərimizi testlər üzərində tətbiq eləyək. Əlavələr olsa testlər üzərində də göstərəcəm. Əsas məsələ test işləməyi öyrənməkdir. Nə qədər imtahana qədər hər mövzudan çox test işləsəz, o qədər də sizin üçün faydalı olacaq. Bəli, davam edirik testlərimizlə. Deməli, testlərdə bu dimin magistr toplusudur. Buradan baxacaq testlərimizə və burada başlayırıq bayaq öyrəndiyimiz qaydaları tətbiq etməyə. Əsas qaydamız nə idi? Dedik, bir cümlədə iki inkarın işlənib işlənməməsi və artikl məsələsi. Deməli, verilən cümləni biz inkara çevirməliyik. Cümləyə baxırıq. Cümlədə and bağlayıcısı var. İnkarda qətiyyən and bağlayıcısı işlənə bilməz. Ona görə hansı variantda and bağlayıcısı varsa, indidən o cümləni çıxa bilərik, çünki işlənməsi mümkün deyil. Bunları çıxdıq. To təsdiq cümlələrin sonunda işlənir. Bunu da bilirsiniz qısa təsdiq, qısa inkar cavablar qaydasından. Buradan da buna çıxmaq olar. Digər variantlar isə artıq artikllə bağlı olacaq. Görürük ki, burada verilən cümlənin özündə də həm dictionary, həm də ensiklopediyanın qabağında an artiklı var, artiklı var. Deməli, neither normal işlənsə, bu sayılan isimli deyə biz də artikl qoymalıyıq. A variantına baxırsınız ki, burada artikl yoxdur. Deməli, bu variant yanlışdır.
B variantına baxırsınız, hər iki tərəfdə article var və bağlayıcımız da neither nordur. Cümləmiz doğrudur. Elə doğru cavab olacaq B variantı. C variantını and-ə görə çıxmışdıq. D variantında notdan sonra da article sayıla bilən ismin qabağında article gəlməlidir. Burada bir tərəfə article qoyublar, amma dictionary-nin qabağına qoyulmayıb. Deməli, bu da səhv olacaq. Y variantında həm to, həm də and bağlayıcısına görə çıxmışdıq. Deməli, cavabımız oldu B variantı. Yəni, diqqətli olsanız, çox sadə bir şeydir. Sadəcə artikelları axtarırsınız, inkarları axtarırsınız və salam. İkinci testə baxırıq. Deməli, cümləni inkara çevirməyimiz, verilən cümlələrin hansı inkardadır deyir. Özləri çevirib və biz tapmalıyıq ki, hansılar inkardadır. Neither his parents nor his teachers. Həm teachers, həm parents cəmdə olduğuna görə heç birinin qarşısına article qoymuruq, çünki özü cəmdir və inkardadır. Elə A variantı doğru cavabdır. İndi B variantına baxın. Couldn't, burada notun qısaldılmışı bir inkar, no word bir inkar, without 3 inkar. Deməli, inkar bildirən sözlərimizə bir dənə də without-u əlavə edirik ki, bu da inkarlıq bildirir, cümləni inkara çevirir. S, siz, su, süz şəkilçisidir və bu da artıq bir cümlədə 3 inkar olmuş oldu, doğru deyil. C variantı. Hardly inkarlıq bildirir, amma inkar cümlədə some yox, any və onun törəmələri işlənməlidir. Buna görə yanlışdır. D variantına baxırıq. Had to modal feili. Modal feilin sualı inkarı do, does, did-lə düzəlir deyə had to-nun özünü artıra bilmərik. Burada didn't have to olmalıydı. Deməli, variant yanlışdır. Y variantında doesn't shopping ifadəsi yoxdur. Doesn't do shopping. İfadə özü do shoppingdir. Biz onu inkara çevirmək istəyiriksə, onun əvvəlinə do, does nəsə bir şey qoymalıyıq. Burada da deməli, köməkçi feil yoxdur, əsas feilə does not artırıblar deyə yanlışdır. Cavab oldu A variantı. Üçüncü testə baxırıq. Deməli, burada yenə verilən cümləni inkara çevirmək tələb olunur. Cümləni inkara çevirəndə nə edirik? And bağlayıcısını yox eləməliyik buradan. Hansı variantda and bağlayıcısı varsa bu yanlışdır. Digər bir qaydamız, deməli, and bağlayıcısının yerinə bəs nə işlədək? Ya neither nor işlənir, ya no or işlənir. No or olan cümlələrdə article olmaz. Deməli, B variantı, C variantı yanlışdır. Y variantı da yanlış idi. Qaldıq D və A-nın arasında. Bunun əksi olaraq neither nor bağlayıcısı isə article-la işlənməlidir sayılan isimlərlə. Burada da article yoxdur deyə A variantı da yanlışdır. Onda deməli cavabımız olacaq D variantı, no or. Sayıla bilməyən və sayılan fərqi yoxdur. Nə cür isim olur olsun, article-sız işlənməlidir. Keçirik növbəti dördüncü sualımıza. Dördüncü sualda deməli, baxırıq ki, I like such people either. Either inkar cümlənin sonunda işlənir. İnkarlıq bildirmir. Amma cümlədə inkar heç nə yoxdur. Deməli, bu yanlışdır. To təsdiq cümlələrin sonunda işlənir. Yanlışdır. Also təsdiq cümlələrdə işlənir. Yanlışdır. D variantına baxın. D variantı doğrudur. I don't like such people A variantının doğru versiyasıdır. Either işlədiblər cümlənin sonunda və inkar cümlənin sonunda təbii ki. Bura ona görə inkar qoyulub. Y variantında isə sonuncu variantımızda neither heç vaxt cümlənin sonunda işlənmir. Həmişə əvvəldə olmalıdır. Sonda olan neither olur, əvvəldə olan sonda olan either olur, əvvəldə neither. Ona görə bu da yanlış olmuş olur. Keçirik 5-ci suala. 5-ci sualda cümlə təsdiqdir. Yenə to hissəciyi var burada təsdiq və biz bunu inkara çevirməliyik. İnkarı, to-nu inkar cümlələrdə either əvəz edir. Yəni to-nun özünü yaza bilmərik. Bunu çıxdıq. Yəni either olan variant doğrudur. My companion will not join us. Elə A variantı doğru cavab olacaq. Onda bunu işarələyirik A variantı. Keçirik digərlərinə. B variantında to var idi. C variantında also var. Təsdiqlərdə işlənir ancaq. D variantında neither dedik cümlənin sonunda işlənməz. Y variantında isə either inkar cümlənin sonunda işlənir. Amma bu cümlə təsdiqdir. Buna görə yanlış olmuş olur. Bu sual tipləri asandır deyə bəzilərini arada buraxacağım ki, siz özünüz yazmağa çalışın. Məsələn, 6-cı sualı həll eləyib yaza bilərsiniz, 7-ci sualı həll eləyib yaza bilərsiniz. Deməli olar ki, oxşar şeylərdir. Burada artikellara baxacaqsınız, burada təsdiq inkar işlənməyinə baxacaqsınız. Biraz daha fərqli tiplər varsa əgər onu izah eləmək istəyirəm. 8-də eynidir, 9-da, 10-da. Demək olar oxşar da çoxu eynidir. Ona görə bu testlərin ardını özünüz yazın. Biz keçək bu biri səhifəyə. Məsələn, 12-ci sualı izah eləyək. 12-ci sualda somebody's help, kiminsə köməyi, some təsdiqlə işlənir, onun inkar qarşılığı eynidir və yaxud da nobody'dir. İndi baxaq görək hansı var variantda. Birinci buradan to-nu görən kimi çıxırıq, to təsdiq cümlələrdə işlənir, olmaz. Daha sonra bir cümlədə iki inkar olmaz deyə bunları çıxmalıyıq. Məsələn, D variantında həm not var, həm nobody var, işlənə bilməz. Məsələn, B variantında notla some bir cümlədə olmaz, some təsdiqlərlə işlənir.
Eynisi C variantında da var. Don't və some ikisi bir cümlədə işlənməz. Bu da yanlışdır. Qaldıq bir A, bir də Y variantının arasında. We don't need anybody's help, yoxsa we need not anybody's help. Əgər need-ə not artırmış olsaydıq, need burada modal feil olardı. Modal feildən sonra əsas feil gəlməlidir. Amma cümlədə əsas feil yox, isim gəldiyinə görə deməli burada modal feil deyil need. Onda bu olur need-in əsas feil funksiyası. Əsas feilə isə heç vaxt not şəkilsi artıra bilmərik. Biz notu köməkçilərə artırırıq. İnkarı köməkçilər vasitəsilə yaradırıq. Yəni Y variantındakı kimi. We don't need olmalıydı A variantı da. Ona görə də cavabımız olacaq Y variantı. Keçirik 13-cü suala. 13-cü sualda baxıram həm cümlədə hardly var, həm də no var. Bir cümlədə iki inkar işlədə bilmərik. Bu variant yanlışdır. B variantına baxıram. Cümlə özü təsdiqdir, amma ona inkarla cavab veriblər. Olmaz. Təsdiq cümləyə təsdiq, inkar cümləyə inkar cavab verilməlidir. Bu so do I, necə do I qaydasıdır. Bu da yanlışdır. C variantına baxıram. Needn't inkardır. Bəli, inkar modal feildir deyək tutaq ki. Modal feildən sonra əsas feil gəlməlidir. Amma burada isim gəlib. Onda modal deyil. Bu dəfə əsas feil kimi yoxlayıram. Əsas feildir, okey. Əsas feildən heç vaxt axı inkar özünə birləşə bilməz. Do, does, did artırmalıydıq biz bura. Bu da yoxdur, deməli bu da yanlışdır. Bu da getdi. C variantı getdi, D-yə baxırıq. No books or magazines and Carol doesn't either. Bəli, bu cümlə doğru ola bilər. Deyir, Bill nə kitab oxuyur, nə də jurnal. Və deməli Carol da həmçinin oxumur. İndi burada deyə bilərsiniz, bəs niyə and bağlayıcısı var? Bu ayrı-ayrı cümlələrdir. Bir cümlə daxilində and işlənə bilməz. Amma ayrı-ayrı iki mürəkkəb cümləni bir-birinə bağlayarkən and-dən istifadə edə bilərik. Yəni burada doğru cavabımız olacaq D variantı. İndi gəlin Y-dəki səhvə baxaq. Görək Y variantında nə səhv var. If you don't stay here, əgər deyirsən burada qalmasan, you will not stay either. Deməli burada İkinci tərəfdə will not işlənib. Biz bilirik ki, inkar cümlələrə cavab verərkən birinci tərəfdə istifadə olunan köməkçi feildən istifadə eləyərək biz də onunla cavab verməliyik. Yəni burada I don't stay həmçinin don't-dan verilməli idi. Yəni. Biri will, biri don't-dan ola bilməz. Keçirik 14-cü suala. 14-cü sualda yenə inkar cümləni tapmağımız tələb olunur. Not and deyə bir bağlayıcı yoxdur, bu yanlışdır. No address or, okey, B variantı doğru cavabdır. C variantında adres və name sayılır deyə qabağında article qoyulmalıydı, yanlışdır. D variantında həmçinin yenə article-a görə bir dəqiqə not neither no address nor name on the letter. Article hissəsi doğrudur, amma iki inkar işlənib. Həm not, həm neither. Deməli yanlışdır. Və Y variantında no or bağlayıcısından sonra heç vaxt article gəlməz. Burada article qoyublar, yanlışdır. Doğru cavab oldu B variantı. 15-ci sualda bununla eyni qaydada həll eləyə bilərsiniz. Bunu da siz yazan özünüzü yoxlamaq üçün. 16-cı sual həmçinin. 17-ci sual, gəlin baxaq 17-yə. Deməli, is or bağlayıcısı. Friends are excited. Burada inkara aid heç bir şey yoxdur. Buradakı enini inkar götürmürük. Eni inkar cümlələrdə işlənir. İnkarlıq bildirmir. Neyzə or bağlayıcısı deyə bir şey yoxdur. Neyzə nor var. Bəli, C variantı doğru cavabdır. Neyzə David nor his friends. Bu variant doğrudur. D variantına baxaq. Deməli, hardly inkarlıq bildirir. Həmçinin neyzə nor bir cümlədə iki inkar işlənməz. Və Y variantında inkar cümlənin sonunda to işlənə bilmir. 18-ci suala keçək. Biraz da qısa təsdiq, qısa inkar cavablarla bağlı olan testlərə baxaq. Deməli, cümlə təsdiqdə verilib, yox, inkarda verilib, no var burada. İnkarda verilibsə biz buna inkar cavab axtarmalıyıq. Buradan so hissələrini çıxıram, təsdiq hissəni çıxıram. To təsdiq cümlənin sonunda işlənir, ümumiyyətlə pozulub burada. Bunu da çıxıram, deməli cavab oldu A variantı. İnkara inkarla cavab verilir. Və inkar cümlədə hansı köməkçi feil istifadə olunubsa, biz də ondan istifadə etməliyik. Əgər istifadə olunmayıbsa, o zaman feilin zamanına baxmaq lazımdır. Mid keçmiş zaman olduğuna görə biz də diddən istifadə etdik. 19-a baxıram. Yenə inkar cümlə verilib. İnkar cümləyə baxmaq, cavab vermək üçün biz inkardan istifadə edəcəyik və zamana baxacağıq. Daz indiki zaman olduğuna görə indiki zaman istifadə etməliyik. Deməli, C variantını çıxırıq, təsdiq cümlədir. Y variantını çıxırıq, to təsdiqdə işlənir. Qaldı A, B, D variantı. Biz burada qaydamız belədir. So do I, necə do I. Yəni birinci köməkçi feil gəlsin, axırda mübtəda gəlsin. Amma D variantı ilə A variantında axırda köməkçi feil gəlib. Biz mübtədanı axıra saxlamalıyıq. Ona görə də cavabımız olacaq B variantı.
Yəni bu qaydalar çox da qəliz bir şey yoxdur burada. Bunları işləməyin əsas yolu dediyim kimi inkarları tanımaqdır və artikel məsələsini bilmək inkar cümlələrdə. Qısa inkar, qısa təsdiq cavablarda isə inkara inkar, təsdiqə təsdiq prinsipi ilə getməkdir. 20-ci sualı məsələn siz yaza bilərsiniz. Cümlə inkardır, ona uyğun inkar cümləni, inkar cavabı tapmalısınız. Həmçinin 21, 22, 23 hamısı eyni tipli suallardır. Gəlin 24-cü suala baxaq. Deməli, baxırıq A variantına. Bir cümlədə iki inkar işlənib. Həm nobody var, həm də nothing var. İki inkar olmaz. B variantında həm nobody, həm never. C variantı no one, never. Hamısında iki inkar işlənib. D variantı any və onun törəmələri ilə heç vaxt cümlə başlamır. Bunda çıxdıq, cavabımız olacaq Y variantı. Baxırıq digər suallara. 25 eyni bağlayıcıların sualıdır. 26. Gəlin 26-ya baxaq. Deməli, burada biz inkar cümlədə inkar əvəzlik və yaxud da inkar bağlayıcı axtarmalıyıq. Neysə nor. A variantı doğru olacaq. B variantında həm shouldn't var, həm no var, həm without var. 3 inkar bir cümlədə olmaz. C variantında can't, hardly 2 inkar bir yerdə olmaz. D variantında ümumiyyətlə cümlədə inkar yoxdur. E-də inkar cümlənin sonunda işlənməlidir, amma təsdiqdə işlənib. Bu da doğru deyil. Y variantında isə do cleaning ifadəsinin do'su yoxdur. Doesn't do cleaning olmalıydı. Yəni burada da əsas fe'lə inkar artırıblar. Bu da yanlışdır. Bu ifadələri öyrənmək üçün isə cədvəldə xüsusi cədvəllər var. Do ilə olan ifadələr, make ilə olan ifadələr, onlara nəzər salsaz kifayətdir. Məsələn, have breakfast. Biz bunların inkarını don't have breakfast eləyirik, have not breakfast eləmirik. Məsələn, do cleaning, do shopping, do exercise. Biz bunların inkarında hamısına don't qoymalıyıq. Həmin o do'ların özünə inkar artıra bilmərik. Məsələn, 27 də bununla eynidir. Bunu da siz yaza bilərsiniz. 28 həmçinin. Gəlin baxaq 29-a. Burada modal fe'l ilə bağlı bir qayda var. Deməli bilirik ki, have to, has to, had to modal fe'li. 3 dənə modal fe'l. Yeganə modal fe'ldir ki, bunların sualı inkarı do, does, did ilə düzəlir. Yəni özünə inkar artıra bilmərik. Bu variant yanlışdır. B variantında həm not var, həm hardly var. Yanlışdır. C variantı doğru olacaq. Çünki neyzə, nor, bağlayıcı yerində, isimlər yerində və s. D variantında biz bilirik ki, both and həm də deməkdir. Ancaq təsdiq cümlələrdə işlənir. Bunu da çıxırıq. Y variantında isə dediyim kimi have breakfast ifadəsidir və biz bunun inkarını doesn't have breakfast, don't have breakfast bu şəkildə verməliyik. Burada da have'in, has'in özünə inkar artırıb deyə əsas fe'lə inkar artırmaq olmaz. Bu testimiz də yanlış olacaq. Doğru cavab C variantı. 30 eynidir bu əvvəl baxdığımız testlə. 31 həmçinin eynidir. 32, 33. Demək olar ki, eyni qəbildən olan testlərdir və siz bunları özünüz həll eləyə bilərsiniz videonu dayandıraraq özünüzü yoxlamaq üçün. Demək olar ki, fərqli bir tip sual qalmadı. Hamısını həll eləmiş olduq. Artıq bir fərqli tip sual yoxdursa videomuzu yekunlaşdıraq. Çünki bu testləri özünüzün işləməyinizi istəyirəm. Testi PDF-dən əldə edib işləmək istəyənlər üçün Telegram kanalımda paylaşmışam. Girib əldə edə bilərsiniz. DİM-in 2025-ci il magistr toplusudur və işləyərək sonda da doğru cavabları var. Kitabın özündə verilib. Həmin hissədən yoxlaya bilərsiniz. Ümumi 63 testi, hamısı inkar əvəzliklərlə, inkar ədatlar və bağlayıcılarla bağlı olan testlərdir. Ümid edirəm hər birinizə aydın oldu. Əlavə suallarınız yarandığı halda həm Telegramdan, həm də YouTube'da kommentlər hissəsinə, rəylər hissəsinə qeyd edə bilərsiniz. Maksimum cavablandırmağa çalışacağım. Dərsin ümumi izah PDF-ini isə dediyim kimi yenə Telegram kanalından əldə edə bilərsiniz. Əgər ilk dəfə qulaq asanlar varsa, ilk dəfə öyrənənlər varsa, dərsi oxumaq birinci şərtdir. Çünki həmin əvəzlikləri, bağlayıcıları ümumi əzbərləmək lazımdır ki, daha sonra onların testlərdə tətbiqinə baxaq. Belə, bugünlük bu qədər. Ümid edirəm hər kəsə faydalı oldu. Növbəti videolarda görüşərik. Hər birinizə uğurlar. Hələlik.